Əhaliyə təcili müraciət, kütləvi kiberhücum var, şəxsi məlumatlar sızdırılır. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti vətəndaşlara müraciət eləyib. Bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktı xüsusi narahatlıq doğurur. Məlumata görə bu insident kiberməkanda indiyə qədər qeydə alınan ən böyük məlumat sızmalarından biri hesab olunur. Sözü gedən məlumat bazasında Apple, Google, Facebook, GitHub, Telegram kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı bir sıra sosial şəbəkələr, VPN xidmətləri, dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır. Bu məlumatlar çoxsaylı zərərverici proqram təminatları vasitəsilə toplanıb, onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə eləməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə Blacklist.gov.az platformasına göndərməyi tövsiyə eləyir.